İlqar Gülablı, Qara xəncər. Məni kim axtarır? Bütün respublika, hətta bütün SSR. Niyə? İranda mollalar Mr. Condur nədir? O adamı tutublar. O da sənin və Firudunun əlbir olub Sovet hökumətini yıxmaq istədiyinizi, Əlisoylunu öldürmək istədiyinizi deyib. Sənin və Aygünün adını verməyib ki, yox, bizi görməmişdi axı. Məndən və Aygündən soruşdular. Biz bilmədiyimizi dedik. Əlisoylu haqqınızda həbs hökmü verib. İrandakı molla rejimi Mr. John'un dediklərinin hamısını Əlisoyluya çatdırıb. SSR ilə onların nə isə əlaqələri var. Amerikaya qarşı molla Komünist İttifaqı qurublar. Mr. John'un sözlərini mən şəxsən oxudum. Erməni məsələsi haqqında heç bir şey deməyib. Sadəcə Şahnazın Firudunu sevdiyi üçün ona kömək etdiyini və əqidəsini məhəbbətinə qurban verdiyini deyib. Mustafa Edib Əfəndi və Əhməd Qafarini də tutublar. Onlar da eyni şeyi deyiblər. Əhməd maşını Şahnaz gilin qapısının ağzında saxladı. Şahnaz maşında qaldı. Əhməd tez düşüb evə getdi. O evdən lazım olan əşyaları götürüb maşına qayıtdı. Sonra onlar məktəbə getdilər. Araz məktəbdə dərsə qulaq asırdı ki, Əhməd içəri girib dedi: Mən Arazın dayısıyam. Olar onu bu günlük aparam. Müəllimə, niyə, nə olub ki? Anası xəstədir. Onu görmək istəyir. Araz həyəcanlandı. Elə bildi düz deyir. Hə, niyə olmur? Buyurun. Əhməd Arazı da götürüb apardı. Araz arxa tərəfdə oturdu. O, anasını maşının qabaq tərəfində görüb təəccüblə soruşdu. Ana, sən buradasan? Hə, ana qurban, buradayam. Bəs Əhməd qaqam dedi ki, sən xəstəsən? Yox, qaqa, mən sağlamam. Amma indi biz buradan bir müddət uzaqlaşacağıq. Atanla birlikdə qaçıb izlənəcəyik. Niyə? Nə olub ki? Atan bizi uzaq yerlərə aparacaq. Əhməd gəlib maşını sürdü və getdilər. Onlar Səidin evinə gəldilər. Səid ilə Firudun oturub plan qururdular. Firudun Səidə dedi: Biz gizli bir təşkilat qurmalıyıq. Sonra da əhalini yavaş-yavaş maarifləndirib gələcəkdə kütləvi aksiyalara qaldırmalıyıq. Bu yolla həm erməni təxribatının qarşısını almalıyıq, həm də Azərbaycanı Sovet əsarətindən azad etməliyik. Elə bu vaxt qapı döyüldü. Səidin arvadı qapını açdı. Şahnaz tez içəri girib Firuduna hışqırıb dedi: Firudun, tez açaq. Bizi axtarırlar. Kim? Niyə? Mr. John'u mollalar tutub danışdırdılar. O da hər şeyi danışıb. Mollalar da onun dediklərini Sovet hökumətinə çatdırıblar. Erməni məsələsini bildiyimizdən başqa hər şeyi bilirlər. Mənim sənlə əlbir olduğumu, Əlisoylunu öldürüb Sovet hökumətini yıxmaq istədiyimizi bilirlər. Əlisoylu
bizi həbs etdirməyi əmr edib. Elə bilir sənə görə ona xəyanət etmişəm. İndiyəqin bu kəndi də bilirlər. Mr. John buranı da demiş olay. Səid, yox, Mr. John buranı tanımır. Hər nədir, Azərbaycanlı olmağımız bizim üçün təhlükədir. Qaçsaq yaxşı olar. Əhməd Şahnazla Arazı o kənddə qoyub özü geri qayıtdı. Səidin Ərdəbildə yaxşı var dövləti var idi. O Ərdəbilə getmək, oradan da var dövlətin götürüb Amerikaya qaçmaq fikrinə düşdü. Özü də İngilis dilini gözəl bilirdi. O işini ehtiyatlı tutan adam idi. Amerikada da öz adına evi və bir çox mülkü var idi. Ata anasını, arvad uşağını hazırlayıb Lerikə, oradan da Ərdəbilə getmək qərarına gəldi. O Firudun gilədə onlarla bərabər getməyi təklif etsə də Firudun bundan imtina etdi. Şahnaz Səidgildən yenə köhnə dost. Şahnaz Səidgildən yenə köhnə dostdur. Ona vaxtında Firudunla Almaniyaya getməyə kömək edən Saşa Mamedoviçə zəng elədi. Saşa telefonu götürüb dedi. Alo, eşidirəm. Alo, mənəm Şahnaz. Saşa, sən deyilsən? Hə, mənəm Şahnaz, sən necəsən? Sağ ol Saşa, sənə yenə işim düşüb. Mənə kömək edərsən? Evdəyəm, nə olub ki? Mən Firudunla barışmışam və istəyirik ki, SSR-dən qaçıb Almaniyaya gedək və bir daha geri qayıtmayaq. Eşitmişəm sən Firudunla əlbir olub, yoldaş Əlisoylunu öldürmək istəmirsən. O söhbət gəlib orada çıxıb, hə, KGB-də çox adam bilir. O söhbət tam olaraq elə deyil. Sonra sənə özüm başa salaram. Telefon söhbəti deyil. İndi mənə kömək edəcəksən. Şahnaz, sənə qardaşım Mişanın adresini verirəm. Get biraz orada gizlən. Sonra sizə saxta pasport düzəltdirib yenidən Almaniyaya göndərərəm. Sağ ol qaqa, sən həmişə mənə kömək eləmisən. Saşa Mişanın adresini verdi. Sonra qardaşı Mişaya zəng edib ona olanları danışdı. Mişa da Saşa kimi KGB-də çalışırdı. Səid adamlarının hamısına pul verib onları öz rayonlarına göndərdi. Adamlardan birinin kamazı var idi. O kamazın arxasında Firudun, Şahnaz və Arazı gizlətdi. Onları Mişanın evinə apardı. Mişa da onları gözləyirdi. Kamaz gəlib Mişanın evinin qarşısında saxladı. Mişa qapının ağzında dayanmışdı. Kamazı sürən adam kamazdan düşüb soruşdu. Mişa, siz? Hə, qardaş, mənəm. Mən Firudunla Şahnazı gətirmişəm. Hə, bilirdim, qardaşım demişdi. Onun evi həyət evi idi. O darvazanı açdı. Kamaz darvazaya girdi. Sonra darvazanı bağladı. Kamazın arxasını açdılar. Əşyaların içindən Firudun, Şahnaz və Araz çıxdılar. Onlar çıxıb Mişa ilə görüşdülər. Sonra Mişa darvazanı açıb kamazı yola saldı. Sonra da bağlayıb evə girdi. Mişa hələ subay idi. Özü Bakıda tək yaşayırdı. KGB-nin gizli casusu idi. O yaxşı qonaqpərvər adam idi. Firudun gilə yaxşı qonaqlıq verdi.
Firidungil bir neçə gün sonra